Salam, yeni bir bəhs üzrə mövzu izahıma davam edirəm. Sifətləşmə, bir də isimləşmə. Sifətləşmə nədir? Dilimizdə bəzi isimlər vardır ki, onlar cümlə daxilində və yaxud da söz birləşməsi daxilində sifətin suallarına cavab verir. Biz bilirik ki, sifətin sualları necə, nə cür, hansıdır. Amma elə isimlər vardır ki, aid olduğu isimdən əvvəl gələrək onu təyin edir. Yəni onu izah edir. Yəni cümlədə də təyin vəzifəsində çıxış edir. Buna misal olaraq, məsələn, metal adlarını, material adlarını misal göstərmək olar. Bir nümunə olaraq yazım bura. Məsələn, yun, bilirik ki, materialdır, pambıq, sonra ipək, sonra yazaq dəmir, taxta, bunlar materialdır. Sonra qızıl, buradan yazım, qızıl, gümüş. Bunlar isimlərdir. Amma bunlara aid olduğu bir dənə isim yazaq. Yun, məsələn, yun corab. Pambıq, parça. Fikir verirsiniz, görərsiniz ki, ismi birləşmir. Hər isim ifadə olunub. İpək, şal, məsələn. Dəmir, qapı. Materialdır. Sonra taxta, deyək ki, yenə də qapı yazaq elə. Taxta, qapı. Qızıl, medal. Və yaxud da gümüş, bilərzik. Fikir versək görərik ki, ismi birləşir. Hər iki tərəfi isimlərlə ifadə olunub. Amma birinci tərəfi ismə baxaq, yun. Yəni corabın yun olduğunu, yəni yundan hazırlandığını bildirərək, yəni təyin vəzifəsində çıxış edir. Məsələn, yundan corab, pambıqdan parça, ipəkdən şal, dəmirdən qapı, taxtadan qapı, qızıldan medal, gümüşdən bilərzik. Yəni bu cür bunları fərqləndirmək üçün, sifətlərdən fərqləndirmək üçün dandan şəkilçisini birinci tərəfə artırırıq. Amma məsələn, bura corabın əvvəlini məsələn yazsaq ki, bura isti. İsti corab. İstiyə biz dandan şəkilçisini artıraq. Məsələn, istidən corab. Məna yoxdur. Əslində biz bilirik ki, sifətlər isimlərdən qabaq gələrək onları izah edir də. Amma bu cür birləşmələrdə isimlər ismin əvvəlində gələrək onu izah edir. Bu da olacaq sifətləşmə. Yəni isim sifətin suallarına cavab verir, sifət kimi təyin vəzifəsində çıxış edir. İsə sifətlərin isimləşməsinə baxaq. İsimləşməsinə aid nümunələr yazaq. Məsələn, igid, əsgərlər, döyüşür. Sonra başqa bir nümunə yazaq. Cavan adamlar. Məsələn, gəldi. İndi bura baxaq. Bilirik ki, sifət isimdən əvvəl gələrək onu izah edir, təyin edir. Təyin vəzifəsində çıxış edir. Burada bu cümlədə də həmçinin görürük ki, hər iki sifətdir və isimdən əvvəl gələrək onu izah edir. İgid əsgərlər. Necə əsgərlər? Cavan adamlar. Necə adamlar? Cavan. Biz burada bu aid olduğu ismi silsək və ismə məxsus olan şəkilçiləri gətirib bura qoysaq. Burada da lar yazsaq. Və bunları yenə də biz buradan silsək. İndi buna sual verək. İgidlər döyüşür. Kim döyüşür? Cavanlar gəldi. Kimlər gəldi? Artıq neynədi? İsimləşdi. İsmə məxsus şəkilçi qəbul elədi. İsmə məxsus cümlədə mübtəda olmaq xüsusiyyətini qəbul elədi. Yəni, bayaqlar biz necə dedik? İgid əsgərlər. Necə əsgərlər? Yəni, burada təyin vəzifəsində idi. Amma biz onun aid olduğu ismi sildik.
və aid olduğu ona məxsus şəkilçini gətirib yanında yazdıq və cümlədə necə oldu? İgidlər döyüşür. Kim döyüşür? Cavanlar gəldi. Kim gəldi? Yəni ismə məxsus şəkilçini qəbul elədi, ismin də sualını qəbul elədi, ismin sualına cavab verdi. Bu olur isimləşmə. Yəni ismi məxsus şəkilçilər həm də suala cavab verməyi qəbul edir və əvəzində isə aid olduğu ismini itirir. Bu həmişə belədirmi? Xeyr. Bəzi nümunələrdə ismə məxsus şəkilçi qəbul edir, amma yenə də sifətləşmir. Məsələn, cavanlar, məsələn, yazaq ki, cavanlar çox igiddir. Sual verək. İgiddir. Necədir? İgiddir. Kim igiddir? Cavanlar. Burada igiddir, necədir sualına cavab verir. İsmə məxsus şəkilçi qəbul edib, necədir sualını amma saxlayıb. Demək biz bunu isimləşmə götürməyəcəyik. Halbuki burada dir şəkilçisini qəbul edib, amma yenə də öz necə sualını saxlayır. Yazsaq ki, burada gələn. O igiddir. Kim? Gələn. Kimdir? İgiddir. Hansı igiddir? O igiddir. Burada gördüyünüz kimi kim sualına cavab verdi. Amma burada yox. Necə sualına cavab verdi? İsimləşmir. Burada amma kim sualına cavab verir və yenə də dir şəkilçisi qəbul, ismə məxsus şəkilçisi qəbul edib, amma isimləşib. Burada kim sualı, burada isə necə sualı. Demək, öz sualını saxlayırsa isimləşmir, amma ismə məxsus sualı qəbul edirsə, ismin sualına cavab verirsə, olacaq isimləşmə. Bu, sifətin isimləşməsidir. Yəni, sifətlər aid olduğu ismin əvvəlinə gələrək öz təyin olunma funksiyasını yerinə yetirmir. Əvəzində isə ismin cümlədə mübtəda vəzifəsini qəbul edir və mübtəda rolunda çıxış edir. Eyni ilə fe'li sifətlərdə də belədir. Fe'li sifət şəkilçilərin yazaq bura, məsələn, dıq. Məsələn, dıq şəkilçisi dıq plus mənsubiyyətdir. Əslində, mənsubiyyət şəkilçisi ilə birlikdə ğıya keçirilir. Dıq üstü 4 plus mənsubiyyət şəkilçiləri ilə işləndikdə. Sonra acaq şəkilçili fe'li sifətlər dıq, acaq. Sonra mış şəkilçili. Sonra malı şəkilçili fe'li sifətlər isimləşə bilir. Məsələn, yazaq bura. Məsələn, oxuduğum kitablar maraqlıdır. Necədir? Maraqlıdır. Bu öz yerində oxuduğum. Burada fe'li sifətdir. Fe'li sifətin aid olduğu kitablar sözüdür və burada yenə də kitablar sözündən kitabı silək. Lar şəkilçisini gətirib qoyaq bura. Oxuduqlarım. Oxuduqlarım maraqlıdır. Nə maraqlıdır? Oxuduqlarım. Bayaq necə idi? Oxuduğum kitablar maraqlıdır. Necə kitablar? Oxuduğum kitablar. Amma onun özünü silsək, aid olduğu ismi silsək, təyin elədiyi ismi silsək, onun məxsus şəkilçisini gətirib qoysam fe'l sifətinin yanına, nə edəcək? Həmin o ismin sualına cavab verək, isimləşəcək.